Salam dostlar. Bugün Select hissəmizin invalid tweet sonuncu sualına baxacağıq. Etibarsız hissələr deyək, nə deyək. Aha deyir, deməli şəxsiyyət vəsiqəsi invalid olanlar 15 dənə hərfdən çox olanlardır. Okay. Baxaq burada 2 dənə. Hə, deməli buradan biri çıxmalıdır. 15 dənə hərfdən çox olanlar çıxmalıdır. Hə, burada aşağı hissədə baxın izaha yazıbdır. Deyir, tweet 1 has 11-dir, it is valid tweet. Yəni deyir burada 11-dir, bu düzgündür, amma digəri 33-dür, bu çıxmalıdır. Okay, yazaq. Siz bir də yenə də Azərbaycanda da baxaq. Etibarsız tweetlərin şəxsiyyət vəsiqəni tapmaq üçün həll yazın. Aha, deməli tweetlərin məzmununda qəti şəkildə çox oldu. Tweet etibarsızdır 15 dənə. Okay, baxaq. Deməli select tweet ID-yə baxaq. Tweet ID-yə çıxıb da tweet ID yazırıq. Tweet ID from tweet table'dan aha nə dedik? Uzunluq. Deməli bir dənə düşünək görək. Biz bir mətnin uzunluğun hansı funksiyanın edirdik ki, onu hesablaya bilsin. Düşündünüzsə, mən deyim len. Len uzunluğu ölçür. Baxın, len içində yazar content. Lenin içində column adı, sətrin adını yazırıq. Content yazırıq. Böyükdürsə 15-dən. Okay. Aydın oldu mu? Tweet ID, tweet cədvəlini gətirsin. Len. Baxsın ki, contentdə 15-dən böyükləri gətirsin. İşlədək. Aha, error verdi. Baxaq nəyə, niyə? Bir dənə baxaq. Deməli, from tweet. Where şərtini yazmamışıq. Where. Okay, indi işləyəcək. Yəni görürsünüz, kiçik bir şey yazmayanda da işləmir. Burada aşağıdakı xətadan baxıb başa düşə bilərsiniz. Yəni where şərti mütləqdir. Where len content 15-dən böyük olsun. Göndərək. Bu qədər sadə və bugün artıq select hissəsini bitirdik. İnşallah gələn dəfədən join olmalıdır. Bu joinlərdə bəzi suallar biraz çətin deməyək, orta suallar vardı. İnşallah izahlarını edəcək, baxacaqsınız. Sağ olun, təşəkkür edirəm.